Bizi bu vəziyyətə salıblar. Bir dənə ölkədə işləyən qurum yoxdur. Hara gedirsən, rüşvət ver. Hara gedirsən, kimisə adam olmalısan. Kasıbın heç sifətinə baxan yoxdur Azərbaycanda. İlham Əliyev də getirir uşağa Kamaz hədiyyə edir. Ha, yaxşı edirsən deyə Kamaz hədiyyə edirsən. Bəs o birisi uşaqların haqqını niyə yeyirsiniz? Bəs o birisi uşaqlar ki var ya Azərbaycanda, onların haqqı niyə tapdalanır Azərbaycanda qardaşlar? Niyə onların haqları verilmir? Niyə yeyirsiniz? Ölkədə uşaq pulu deyəndə canınıza dərd alır, azar alır. Ölkədə deyirsiniz ki, tənha xanımlara dövlət proqramı ayrılmalıdır. Tənha xanımlar dövlətdən qayğı görməlidir. Canınıza ağrı düşür. Necə bacaraq sizlə? Hansı dildə danışaq? Hansı yolla gedək ki, sizə səsimizi çatdıraq? Niyə bu qədər həyasız oldunuz? Niyə bu qədər abırsız oldunuz? Niyə bu qədər ismətsiz oldunuz? Niyə sifətinizdəki abır həya getdi? İtirdiniz öz ismətinizi, insanlığınızı, şərəfinizi, ləyaqətinizi. Ölkə başçısısan. Mənim üçün dırnaqçıdır. Ölkə başçısısan. Və sən bu günləri Azərbaycanda doğulan hər bir körpənin haqqını yemisən. Bu bir reallıqdır.